İzobar prosesdə iş qazın izobar prosesdə iş düsturları. Yazdığımız bu düsturlar izobar prosesdə işə aiddir. Təzyiq sabit qalmalıdır. Bax, proses müddətində təzyiq sabit qalmalıdır. Bax, belə bir qab götürürük, silindrik qab götürək. Burada porsyen var. İçəridə qaz var. İçəridə qaz var. Porsyenin ağırlığını nəzərə almayacaq. Bu nədir burada? Bu porsyendir. Bax, bu porsyenin ağırlığını porsyenin ağırlığını nəzərə almayacaq. Atmosfer təzyiqə baxdığımız misalda buradan təsir edir. Porsiyeni istəyir ki, aşağı gətirsin. Porsiyeni aşağı gətirsin. Salsın ki, qazın həcmi azalsın. Amma içəridə təzyiq artır. O qədər qiymətə çatır ki, bu təzyiq, qazın porsiyena təzyiqi atmosfer təzyiqinin porsiyena təsirinə bərabərdir. P0 atmosfer təzyiqi burada qazın yaratdığı P qaz təzyiqinə bərabərdir. Tarazı halıdır. Aşağıdan buradakı qazı qızdırsaq əgər biz, məsələn, qızdırırıq. O qazı buradan spirt lampası ilə yandırırıq, deməli qızdırırıq. Buradan yanma zamanı Q bərabərdir, Qm yanacaq qədər isti yayılır. Bu istinin hesabına başlayır, buradakı qaz başlayır qızmağa. Qızanda temperatur artır. Temperatur artanda təzyiq biraz artır. Təzyiq artdığına görə bu təzyiq biraz çoxalır. Ona görə başlayır porsiyeni yuxarı itələməyə. Porsiyeni bu vəziyyətdə varsa, bu vəziyyətdə tutaq ki, bu vəziyyətə kimi gətirib, bu vəziyyətə kimi qaz qaldırsın. H qədər yuxarı qaldırsın. Porsiyeni sayəsində S şərləyək. Bu müddətdə bu bir vəziyyətindən iki vəziyyətə porsiyen qalxanda qazın gördüyü işi hesablayaq. Belə olacaq. A iştirik bərabərdir. Qüvvə vırılsın. Yol. Qüvvə, qazın porsiyen təsir qüvvəsi yuxarıyadır. Yol da H-dır. Qüvvənin yerinə P təzyiq vurulsun S yazacaq. Bu qazın təzyiqini vuracaq porsiyenin sahəsinə. S vurulsun H hasili qazın həcminin bu genişlənməsidir. P delta V. H-lıq bərabərdir P delta V tuturandır. Qazın gördüyü işi. H-lıq qazın xarici qüvvələrə qarşı gördüyü işdir. A xarici qüvvələrin qaz üzərindən gördüyü işdir. Belə işarələrimizə deyəcək. A-lıq qazın xarici qüvvələr üzərində gördüyü işdir. A isə xarici qüvvələrin qaz üzərində gördüyü işdir. Bizim yazdığımız düstur qazın xarici qüvvələr üzərindən gördüyü iş düsturudur. Bu bizim bir düsturumuz olsun. Bu düsturdan görünür ki, izoxor prosesdə əgər V sabit olsa, izoxor prosesi olsa, qaz iş görməz. Həqiqətən də, porsiyeni buradan bərkitsə, porsiyeni yuxarı çəkilməz, yer dəyişmə olmadığı üçün iş olmaz. Qaz genişlənəndə, F qüvvəsi var, F qüvvəsi yuxarıyadır, H yer dəyişməsi yuxarıyadır. Qaz genişlənəndə qazın işi nə olur? Delta V böyük sıfır olanda qazın işi müsbət olur. Qazın işi müsbət olur. Qaz sıxılanda həcm azaldığı üçün delta V sıfırdan 2 olduğu üçün qazın işi sıfırdan 2 olur. Qazın işini daha hansı üstünü yaza bilərik? Belədir, bax. Mendeleyev Klaperon təməlini belə yazırıq. PV bərabərdir M bölünsün M R delta T. T. Görürsünüz. Burada bax P delta V'nin yerinə biz M bölünsün M R delta T yaza bilərik. Onda bu üstü olaraq bax A' bərabərdir M bölünsün M R delta T və yaxud A' bərabərdir nö R delta T. Qazın xarici qüvvələri gördüyü işin üstü hansılar oldu? Bir düsturu A' bərabərdir P delta V. Əgər kütlə verilirsə A' bərabərdir M bölünsün R delta T. Bir də maddə miqdarından yazsaq A' bərabərdir nö R delta T. Xarici qüvvələrin qaz içərisində gördüyü iş, qazın gördüyü işə modulca bərabər işarəcə onun əksinədir. Məsələn, qaz A' bərabərdir 10 joule iş görsə, xarici qüvvələr iş olacaq mənfi 10 joule. Qaz mənfi 5 joule iş görsə, xarici qüvvələr müsbət nədir? 5 joule iş görəcək. Bu A və A' modulca bərabər işarəcə əsdirlər. A-nın üstləri A-nın hansı olacaq? A' hansı üstləri varsa o da A-nın üstləri olacaq. Burada var nö R delta T M bölünsün M R delta T.
mənfi P delta V. Bir də qeyd edirəm, bax bu düsturlar izobar proses üçün qazın və xarici qüvvələrin iş düsturlarıdır. Qaz. Bax bu qazın bax belə bir şey var. Bax qaz var, bax içəridə qaz varsa bu qaz qabın divarlarına təsir edir. Bax qazın təzyiqi bax belədir, bax buralara bax. Qabın divarlarına təsir edir, buradan porşinə təsir edir. Buradan divarlara təsir edir, bax oturacağı da təsir edir. Görürsünüz. Buradakı qaz həmişə çalışır genişlənsin. Qabı genişləndirəmir, amma porşini itələyə bilər də bu tərəfə. Bax qazın porşinə təsiri həmişə külə yönəlibdir. Əgər porşin bu tərəfə hərəkət edəsə, qaz genişlənsə, onda aşırıq olacaqdır, müsbət. Əgər tərsinə porşin burada bax belədirsə, bu vəziyyətdə qaz sıxılsa, bu vəziyyətdə qaz sıxılsa, yəni H istiqaməti bu tərəfə olsa, F də həmişə kölə yönəldiyi üçün, qazın porşin təsir qüvvəsi həmişə kölə yönəldiyi üçün, onda burada qazın işi olacaqdır, mənfi. Oldu. Bu qayda ilə biz qazın H işinin nə vaxt müsbət, nə vaxt mənfi olduğunu müəyyən edə bilərik. PV koordinatlarında belə bir diaqram verilibdir. Tutaq ki, bu formada belə bir diaqram verilib. Olsun 1, 2, 3, 4, 1. Bax, belə proses verilibdir. Dairəvi prosesdir. Hansı hissələrdə qaz iş görmür, hansı hissələrdə qaz müsbət iş görür, diaqramın hansı hissəsində qaz mənfi iş görür. Bax, 1-dən 2-yə gələndə görürsünüz, bax, izobar prosesdir. Həcm artır, bax, həcm V1-dən V2-yə qədər artıb. Bax, 1-dən 2-yə gələndə həcm artıb. Həcm artıbsa, delta V böyütü 0, onda A-dir, böyütü 0. 1-2 hissəsində qazın gördüyü iş müsbətdir. Qaz müsbət görür, həcm genişləndiyi üçün. 2-3 prosesində həcm V2-yə bərabərdir, heç dəyişmir. Həcm sabitdir. Bax, burada ona görə izoxor prosesdir bu proses. 2-3 prosesi izoxor, deməli, soyuma prosesidir. İzoxor soyumadır. Burada qaz nədir? İş görmür. 3-4 prosesində qazın həcmi V2-dən V1-ə qədər azalıbdır. Bu hissədə qazın işi mənfidir. Qazın işi, qaz mənfi iş görür. 4-1 izoxor prosesi olduğu üçün bu hissədə qaz iş görür. 1-2-dən müsbət iş görür, 3-4-də mənfi iş görür. 4-1 ilə 2-3 hissələrində iş görür. Əlbəttə ki, burada neçə joule iş görürsə 1-2-də, 3-4-də o qədər iş görəcək ki, mənfi işarəsi ilə olacaq. Test təlində bəzən xarici qüvvələrin qaz üzərində işini soruşurlar. Anı soruşurlar. Əgər sizdən anın müsbətini soruşsalar, xarici qüvvə harada müsbət iş görür, onda siz qazın işinin mənfi olan hissəsini axtarıb tapmalısınız. Burada xarici qüvvə harada müsbət iş görür, xarici qüvvə burada qaz mənfi iş görən hissəni götürəsiniz. Belə bax. Soruşsalar ki, xarici qüvvə harada mənfi iş görür, siz qazın müsbət iş gördüyü hissəni axtarıb tapasınız. Qazın müsbət iş gördüyü hissə budur. Deməli, biz xarici qüvvənin işini həmişə qazın işinə gətirib hesablayıb qrafikinə tapmalıyıq. Belə rahat olur, əlverişli olur nisbətən. Bu prosesə baxırıq, bax. PT koordinatlarında, bax, belə bir diaqram verilib, bax. Diaqram belədir. Baxın, belə diaqram verilib. 1-2 prosesi, 2-3 prosesi, 3-4 və 4-1 prosesi. Bu diaqramın hansı hissəsində qaz müsbət iş görür, hansı hissəsində qaz mənfi iş görür. Bax, 1-2-də qazın həcmi artır. Bax, 1-2 izobar qızma, həm də izobar genişlənmədir. Bu hissədə qazın işi müsbətdir. 2-3 prosesi izoxor prosesdir. İzoxor soyumadır. Bu hissədə izoxor olduğuna görə qaz iş görməz. 3-4 izoxor sıxılma, izoxor soyumadır. Burada qazın işi, bu hissədə qazın işi mənfidir. 4-1 hissəsində qazın işi sıfıra bərabər görür. İzoxor olan hissədə demişdik, qaz iş görmür. Həcm artanda müsbət iş görür, həcm azalanda mənfi iş görür. PT koordinatlarında başqa bir diaqram veririk. Bax, belə bir diaqrama baxalım. Bax, PT koordinatlarında bu diaqram əvvəlcəsindən biraz fərqli olacaq. Bax, bu hissədə belə proses olsun da, baxın, belə proses olsun da. 1, 2, 3, 4, 1.
Diaqramın hansı hissəsində qaz müsbət görüb, hansı hissəsində qaz mənfi görüb. Əlbəttə 1-2 izoxor prosesdir, x sıfıra bərabərdir. 2x hissəsində həcm artıb, izobar qızma genişlənmədir. Qazın işi müsbətdir. 4-1 hissəsində həcm azalıb, qazın işi mənfidir. Əsas burada çətinlik törədən hissə 3-4 hissəsidir. Onu biz nə görə bilərsiniz? Burada yaxşı olar ki, həcmin artıb azalmasını bilmək üçün diaqramdan izoxorlar çəkirək. Belə izoxor, bir izoxor budur, başqa bir izoxor budur, görürsünüz, izoxorlar çəkilir. Biz demişdik ki, izoxorlar içərisində teoxuna yaxın olan izoxorun həcmi ən böyükdür. Ən böyük həcm buradadır, maksimal həcm buradadır. Buradakı həcm nədir? Bir minimaldır. Bu hissədən bura gəldi ki, qazın həcmi artır. Məsələn, tutaq ki, burada 4 litr idi, burada olacaq 6 litr, burada məsələn 7 litr, burada məsələn 9 litr, burada 10 litr, görürsünüz. Bu hissədə qazın həcmi artır. Deməli, diaqramın 3-dən 4-ə olan hissəsində qaz genişlənir. Deməli, qazın buradakı işi müsbət olacaq. Xarici qüvvənin işini soruşlar, əlbəttə, xarici qüvvənin işi bu hissədə mənfi olar. Belə bir diaqrama baxaq. PV koordinatlardır, PT koordinatlardır yenə. İşləri müqayisə edəcək. Hansı prosesdə qaz daha çox iş görübdür? Yoxsa yaxud işlər bərabərdirmi? Bir olsun, izobor proses olsun, 1-dən 2-yə, 3-dən 4-ə gedişlərdir, 5-dən 6-ya. Hansında qaz daha böyük görüb, ya daha az görüb? Bəlkə işlər bərabərdir. Baxaq. Bu bir izoxordur, bu izoxoru V1 həcmində işlərilir. Bu başqa bir izoxordur, PT koordinatları V2 həcmində. Tutaq ki, V1 məsələn 9 litrdir, V2 olsun məsələn 15 litr. 1-dən 2-yə gələndə qaz 9 litrdən 15 litrə həcmi artıb. DLTV nə qədərdir? 6 litrdir. Eyni zamanda 3-4-də də DLTV 6 litr olacaq. Deməli, 5-6-da da DLTV olacaq 6 litr. Görürsünüz, bu gedilər hamısında həcmlər eyni qədər artır. İş düsturunu yazsam, A' bərabərdir P DLTV, həcmlər eyni qədər artdığına görə hansı hissədə P böyükdürsə, o hissədə A' böyük olacaq. Bu şəkildə A' məsələn 5-6 böyük olacaqdır A' 3-4-dən, o da böyük olacaq A' 1-2-dən. Niyə? Çünki 5-6-nın təzyiqi 1-2-nin və 3-4-ün təzyiqindən böyükdür. Hansı hissədə təzyiq böyükdürsə, o hissədə qazın gördüyü iş böyük olacaqdır. Bu qədər. Diaqramlarla hansı hissədə qaz müsbət görər, hansı hissədə qaz mənfi görər, biz onları işləri müqayisə elədik. İşin 0 mənfi müsbət olduğunu müəyyən elədik.